Əsas prinsip bilirsiniz, bu istiqlal bəyannamələri bu Amerikada da var, Fransada da var və s. Bu ana konstitusiyanın ilkin hüquqi bazasıdır. Yəni necə ki biz 1991-ci ildə həmin əsaslar üzərində, həm konstitusiya, həmin əsaslar üzərində qurulur və Cümhuriyyət elan edərkən buradakı təməl məsələ ən prinsip. Çünki milli dövlətlər üçün suverenlik, yəni ki beynəlxalq hüquqla tanınan sərhədləri daxilində suveren bir dövlət qurmaq. Bu bəyannamənin ən önəmli məsələsidir və bu suverenliyin mərkəzi prinsipi isə millətdir, Azərbaycan xalqıdır və Azərbaycan xalqının Azərbaycan vətənində suveren bir hakimiyyətini təcəssüm edən bir cümhuriyyətin qurulmasını və bu cümhuriyyətin də qonşu dövlətlərlə sülh çərçivəsində əməkdaşlıq və qonşuluq münasibətlərində maraqlı olduğunu, eyni zamanda demək ki, hüquqa sökənən bir dövlət rejim olacağı üçün o cümhuriyyətin daxilində yaşayan dinindən, irqindən, cinsindən asılı olmayaraq, çoxluq və azlığa olmağından asılı olmayaraq hər kəsə bərabər bir hüquq prinsipinin olacağını vəd edən bir istiqlal bəyannaməsi idi ki, 2 illik müddətə varlığı ərzində Cümhuriyyət bu qurmağa çalışdığı konstitusiyanı deməli, hansı ki ictimai müqavilədir. Bu 6 prinsipdən yola çıxaraq deməyə qurmağa çalışmışdır. O baxımdan istiqlal bəyannaməsi həm Cümhuriyyət üçün önəmlidir, həmçinin eyni zamanda hətta deməli biz müstəqilliyi bərpa edərkən orada da bir ilham mənbəyi olmuşdur.